Salam, hər vaxtınız xeyir olsun. Bugün yenə mən İbrahimova Dilarə sizinləyəm. Bugün Nizami Gəncəvinin Sultan Səncər və Qara əsəri ilə bağlı bir neçə fikrə baxacağıq. Yəni bağlı neçə fikir doğrudur. Bu testdə bu verilib. Darğanın qarının döyməsi səbəbi darğanın içkili olması qeyd olunurdu. Xeyr, içkili olması deyil, qarıdan haqq hesabı, yəni kiminsə öldürüldüyü barədə və onun evində gizlədildiyi barədə haqq hesab sorulurdu. Yəni əsas səbəb bu idi ki, güya ki haqq hesab sorulur. Darğa içkili idi, amma döyməsi içkili olması deyildi. İkinci, qiyamət günündə çəkilər səndən hesab deyərək qarı Sultan Səncəri nəzərdə tuturdu. Bəli, sonra qarı deyirdi ki, əkinçinin evi sənin əlindən dağıldı və xırmanı dənsiz qaldı. Bəli, bu da var. Qarı Sultanı köməyə çatmadığı təqdirdə üsyan qopacağını qeyd edir. Xeyr, elə bir şey yoxdur. Nə vaxtsa üsyan olacağını deyir, amma çatmadığı təqdirdə deyildir. 5-ci, sultanın dilindən ifadə verilməsə də, ancaq adamların dilindən ifadə verilir. Xeyr, tək yalnız qarının dilindən ifadə verilir. Ona görə də biz B bəndini götürəcəyik. Düzgün cavab B bəndidir. Bu tipli sualların və yaxud da bu tipli videoların qarşınıza çıxmağını istəyirsinizsə, kanalımıza abunə olun və bəyən düyməsini basaraq zəng düyməsindən istifadə edib kanalımıza gələn hər hansı bir videoların sizinlə qarşınıza çıxmağını təmin edə bilərsiniz.